Gəlin sizə görünüşü kimi dadda möhtəşəm olan bu şirniyyatların sadəcə 20 dəqiqəyə hazırlanma üsulunu göstərim. Əvvəlcə videonun açıqlamalar qismində sizə qeyd edəcəyim tərkibdə xəmir hazırlayın. Bu xəmirləri qida paketlərində aylarla buzluqda saxlaya bilərsiniz. Ürəyiniz şirniyyat istəyəndə isə sizə sadəcə mövsümi meyvələr lazım olacaq. İstədiyiniz meyvəni incə dilimlərə ayırın. Siz meyvəni doğrayana qədər gəlin mən də sizə 24-26 oktyabr tarixlərində Walmartda baş tutacaq bənzərsiz endirimlərdən danışım. Endirimlər zamanı siyəzən təzə filenin kiloqramı 7,99 deyil, 5 manat 99 qəpik olacaq. Sevimli dad közləmə sosisləri 16,79 deyil, 9,97. Maslavina günə baxan yağları 4,99 deyil, 2,97. Şəkər tozunun 5 kiloqramı 9,69 deyil, 7,97. Hagis uşaq bezləri 39,99 deyil, 21,97. Milla qaymaqları 1,97. Göyçay çanaq pendiri 8,97. Ramaşka smetanları 4,17. Tez çayları 3,87. Uşaqların sevimlisi Oreo 1,47. Tok peçenyeləri isə 1 manat 67 qəpik olacaq. Palmit alma, heyva və nar isə sadəcə 97 qəpik olacaq. 29 manat üstü alış-verişlərdə isə Xəzər ununun 10 kiloqramlığı 8,99 deyil, 4 manat 97 qəpik olacaq. 1,5% keşbək qazanmaq üçün kassada Ozeo Plus kartını təqdim etməyi unutmayın. Qaydaq şirniyyatımıza. Meyvələr doğradıqdan sonra biraz yumuşalması üçün şəkər tozu ilə birlikdə bir qədər isti suda saxlayırıq. Sonra gördüyünüz şəkildə büküb soba listində 20-25 dəqiqə bişiririk. Hər kəsə nuş olsun.